Milli Hidrometeorologiya Xidməti bildirir ki, iyunun 24-də Bakıda və Abşeronda hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Lakin 23-dən 24-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Temperatur gecə 19-21, gündüz 24-26 dərəcə isti, atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Naxçıvanda arabir yağıntı ehtimal var. Temperatur 23-27 dərəcə isti olacaq. Azərbaycanın bəzi dağ-ətəyi və dağlıq rayonlarında gecə və səhər yağış yağacaq, leysan xarakterli olacaq, şimşək çaxacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Digər rayonlarda isə yağıntı gözlənilmir. Temperatur gecə 18-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.